Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən 23 aprel 2025-ci il tarixində Türkiyə vaxtı ilə saat 12:49-da Mərmərə dənizində maqnitudası 6,2 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub və zəlzələ İstanbul və ətraf bölgələrdə hiss olunmuşdur. Onu da qeyd edək ki, əsas təkandan sonra Mərmərə dənizində Türkiyə vaxtı ilə saat 12:49, 13:02 aralığında maqnitudası 4,3, 6,2 aralığında, zəlzələ ocağının dərinliyi 5-21 kilometr aralığında olan daha 5 təkan qeydə alınmışdır. Həmin zəlzələlər də İstanbul və ətraf ərazilərdə hiss olunmuşdur. Hal-hazırda Mərmərə dənizində baş verən zəlzələdən sonra afterşokların qeydə alınması davam edir. Eləcə də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən qardaş ölkədə zəlzələ baş verən ərazi monitorinq altındadır. Əlavə məlumat olarsa bu barədə ictimaiyyətə açıqlama veriləcək.